Düşünmək doğrudanmı bizi dəli edə bilər? Bəlkə də düşünmək yaşadığımız dünyada insan qalmağın tək yoludur. Müasir insan səssizdir, amma bu səssizliyin səbəbi rahatlıq deyil. Bu bir növ təslimiyyətdir. Horkheimerə görə müasir insanlar artıq düşünməyə əvəzinə hər şeyi təsdiqləməyə öyrənmişdi. Ağıl artıq sorğulamağa yox, uyğunlaşmağa xidmət edir. İnsan məntiqli görünmək uğrunda öz vicdanını susdurur. Artıq heç kim doğru nədir deyə soruşmur. Əsas sual nə işə yarayırdı? Bu səbəblə müasir ağıl azad deyil. O sadəcə vasitəyə çevrilmişdi. Dəyərlər, duyğular, münasibətlər hamısı nə qədər faydalı olması ilə ölçülür. İnsan faydalı olduğu müddətcə özünü mənalı hesab edir, amma daxiləndə tükənir. Adorno isə bu vəziyyəti mədəniyyət sənayesi ilə izah edir. Mədəniyyət artıq insanı düşündürmək üçün yox, başını qatmaq üçün vardı. Musiqi, rəsmlər, əyləncələr hamısı bizə düşündüyümüzü hiss etdirir. Əslində isə sadəcə diqqətimizi dağıtmaqla məşğuldur. İnsan öz fikrinə sahib olduğunu zənn edir. Əslində isə düşüncələr çoxdan onun əvəzini seçilmişdi. Özünü susturmaq artıq şəxsi qorxu yox, bir vərdişə çevrilmişdi. Səssizlik artıq bir dəyər kimi öyrədilir. Həyata uyğunlaşma isə müdriklik hesab edilir. İnsan sistemin ritminə nə qədər uyğunlaşırsa, o qədər problemsiz görünür. Amma bunun da bir bədəli var. İnsan səssiz qaldıqca öz səsini belə eşitmir. Artıq danışan onun özü yox, sistemin əks sədasıdır. Bu əks səda zamanla düşüncənin yerini alır. İnsan öz varlığından uzaqlaşır. Özünü susturmanın, düşünməkdən imtinanın bədəli dəhşətli formada ödənir. Sokrat bütün pisliklərin səbəbinin cahillik və düşüncəsizlikdə olduğunu deyir. Hannah Arendt isə düşünməkdən imtina edən insanları şərin əsas daşıyıcıları adlandırır. Onun fikrincə, özünü əxlaqlı hesab edən insan öz əməlləri ilə bağlı daim özünə hesabat verməlidir. Lakin sorğulamaqdan imtina, tənqid azadlığının olmaması və düşüncəsizlik şərin bir epidemiya kimi yayılmasına səbəb olur. Pis əməllər hər insanın daxilində çox dərinlərdə səssizcə yatır. Nietzsche'nin də dediyi kimi insan daxilində minlərlə pis əməl olduğu halda özünü hələ də yaxşı hiss edən zəif varlıqdır. Caynaqlarımızın olmaması bizi yaxşı biri etmir, bəlkə də sadəcə pis biri olmaq üçün imkanımız yoxdur. Hər normal düşüncəyə malik insan kiməsə zərər vura, yaxud da nəhəng soyqırımların iştirakçısına çevrilə bilər. Şərin ən adi halı düşünməməkdir. İnsanlar düşünmədikləri zaman hər cür axmaqlığı alqışlamağa başlayırlar. Ancaq düşünmək hələ də müqavimət göstərməkdir. Bir fikri inşa etmək, duyğunu anlamaq ya da sadəcə niyə sualını vermək. Bütün bunlar insanın hələ də özü ola bildiyinin göstəricisidir. Bəlkə də həqiqi azadlıq danışmaqda deyil, yenidən düşünə bilmək cəsarətindədir.